Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Nail Sadıqovla 4-cü sinif monitorinq imtahanına dəstək videolarımıza davam edirik. Bu video sadəcə ekrandan da gördüyünüz kimi 6-cı videodur. Bundan əvvəl bizim 5 videomuz var. Əgər həmin videoları izləməmisinizsə, bu video bitdikdən sonra həmin videoları da izləməyinizi tövsiyə edirəm. Çünki burada izah etdiyimiz sual tipləri əvvəlki illərdə istifadə olunan və gələcəkdə qarşınıza çıxa biləcək sual tipləridir. Yəni monitorinq imtahanına bir növ yaxından dəstək məqsədi ilə hazırlanan xüsusi suallardır. Əvvəlki videolarımızda biz monitorinq test toplarımız haqqında məlumat vermişik. Əgər detallı məlumat əldə etmək istəyirsinizsə, ekranda aşağı sol tərəfdən nömrə görürsünüz 055 239 20 41. Həmin nömrəyə yazaraq kitab haqqında detallı məlumat əldə edə bilərsiniz. Kitabın əsas üstünlüyü ondan ibarətdir ki, kitabın daxilində bütün sualların video izahları mövcuddur. Əlavə olaraq dostlar bizi sosial şəbəkələr üzərindən də izləyə bilərsiniz. Kimlər üçün Instagram, TikTok, Telegram istifadə edirsə, videonun açıqlama bölməsində linklərini yerləşdirəcəm. Həmin hissədən bizi izləyə bilərsiniz. Bu videomuzda bəyənməyi və ətrafınızda olan digər insanlarla da paylaşmağı unutmursunuz. Kanalımıza abunə deyilsinizsə mütləq surətdə abunə olursunuz ki, növbəti videolar kanalımıza yüklənən zaman təbii ki, bildirişləri də açmaq şərti ilə sizə məlumatlar gəlsin həmin bildirişlər vasitəsilə. Növbəti videolarımızdan xəbərdar ola bilərsiniz. Biz isə artıq sualların izahına keçid edirik. Siz videonu saxlayaraq müstəqil şəkildə əvvəlcə sual yazmağa cəhd edirsiniz. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Birinci sual ekranda görürsünüz. Tərəzidə göstərilən almalar üçün 0,8 manat pul verildi. Bu almalardan 2 kiloqram alsaq nə qədər pul ödəyərik? Tərəzi tarazlıq halındadır. Yəni sağ və sol tərəf bir-birinə bərabərdir. Sol tərəfdə 100 qram var. Bu 100 qramı məsələn bu 100 qramla silə bilərik. Yerdə qalacaq 2 alma, 300 qram bu çəkidaşdır, 100 qram da bu. Yəni 2 alma bərabərdir 400 qram. Onda almanın bir dənəsi 200 qram olacaq. Təkrar edirəm, almanın bir dənəsi 200 qramdır. Və bu 2 dənə alma üçün 0,8 manat pul verilib. 0,8 manat 80 qəpik deməkdir. Almanın ikisinə 80 qəpik verilibsə, bir dənəsinə, yəni 200 qramına 40 qəpik pul verilib. Gəlin biz əvvəlcə bu almanın 1 kilosunu içsə də onu müəyyən edək. 200 qram 1 kilonun 5də 1 hissəsidir. Yəni sadə formada deyək, bu almadan 5 dənəsi olsa, hərəsi 200 qramdan edir 1 kiloqram. Və 1 kiloqram üçün nə qədər pul ödəyəcəm? Bunu müəyyən etməyə çalışaq. Bir dənəsi 40 qəpikdir. 5 dənəsini alacamsa 5-i vururam 40-a edir 200 qəpik. 200 qəpiyim də 2 manat deməkdir. 2 kilo lazımdır. Kilosu 2 manatdırsa 2 kilosu da 2-ni 2-yə vuracam. 4 manat olacaq. Doğru cavab B variantına uyğun gəlir. İkinci sual. Azalanı 20 vahid artırıb, çıxılanı 8 vahid azaltsaq fərq necə dəyişər? Bu tipli sualları asan yazmaq üçün yerinə ədədlər qoyub yoxlaya bilərsiniz. Nəyə nəzərdə tuturam? Məsələn, nümunə verirəm sizə. 50 çıxılsın 30 bərabərdir 20. Burada 50 azalan, 30 çıxılan, 20 də fərqdir. İndi biz azalanı 20 vahid artırırıq. Azalan neçədir? 50. 50-ni 20 vahid artıranda, yəni 50-nin üzərinə 20 gəlirim, olur 70. Çıxılanı 8 vahid azaldacam. Çıxılan bayaq 30 idi. İndi 8 vahid azaltsam, yəni 30-dan 8 çıxsam, olacaq 22. 70-dən 22-ni çıxmaq lazımdır. Ondan 2 çıxanda 8 qalar. Burada 6 qaldı. 6-dan 2 çıxanda 4 qalacaq. Yəni, fərq bayaq 20 idi, indi 48 oldu. Necə dəyişdi? Artma var. Gördüyümüz kimi 20-dən 48-ə qalxıb. Nə qədər artdı? 48-dən 20 çıxanda 28 vahid artar. Düzgün cavabımız C variantına uyğun gəlir. Yəni bu tipli sualları əzbərləmək əvəzinə yerinə praktiki formada hansı ki göstərdim, ədədlər qoyaraq yazmağınız 4-cü sinif şagirdləri üçün daha məqbul hesab edilir. Üçüncü sual. 4, 6, 9, 0, 3 rəqəmlərindən düzəldilmiş hər rəqəmdən yalnız bir dəfə istifadə etməklə ən böyük və ən kiçik ədədlərin fərqini tapın. Ən böyük ədədi yaratmaq üçün mümkün qədər böyük rəqəmlərdən başlamalıyam. Ən böyük rəqəmimiz burada 9-dur. Daha sonra 6 gəlir. Sonra 4-ü yaza bilərik. Sonra 3, sonra da 0. Yəni ən böyük ədədimiz 96430 olacaq. Ən balaca ədədi yaratmaq üçün mümkün qədər kiçik rəqəmdən başlamalıyam. Amma bildiyimiz kimi 0 rəqəmi ilə ədəd başlamaz. Yəni başlanğıca 0 yaza bilmərik. Ona görə 0 xaricində ən kiçik ədədi götürürəm. Yəni bu da olacaq 3. 3-dən sonra amma 0 yazmaq olar.
Daha sonra burada 4'ümüz var, 6 var və 9 var. Bunların fərqini istəyir bizdən. Ondan 9 çıxanda 1 qalacaq. Burada artıq 2 qaldı. 12-dən 6 çıxanda 6 qaldı. Buradan da bir vahid götürmüşük. 13-dən 4 çıxanda 9 qalacaq. Buradan da bir vahid götürülüb. Yəni 5 qalıb. 5-dən 0 çıxanda 5. 9-dan da 3 çıxanda 6 qalacaq. Yəni yekun cavabımız olacaq 65961. Doğru cavabımız D variantına uyğun gəlir. Dördüncü sual. Jasminin 20 manat pulu var. Bacısı ona 10 manat pul verdikdən sonra onların pulları bərabərləşdi. Jasminin bacısının neçə manat pulu var idi? Jasminin 28 manatı var idi. Bacısı 10 manat ona verəndən sonra Jasminin olur 38 manat. Məsələn, Jasmin sağdakı olsun. Bunun da 38 manat var və hal-hazırda bacısının da 38 manatı var. Təkrar edirəm. Bacısı Jasminə 10 manat verəndən sonra Jasminin pulu 28-dən 10 manat daha çox, yəni 38 manat olur və bacısında da 38 manat pul qalır. Yəni bərabərləşir. Bəs əvvəlcə bacısının nə qədər pul olub? Axı bacısı 10 manat Jasminə verdi. Demək ki, əvvəlcə 10 manat daha çox pul olub. Yəni 48 manatı olub. 48-dən 10 manatını Jasminə verəndə öz pulu 38 olur və Jasminin pulu da 28-dən 10 manat daha çox 38-ə qalxır. Düzgün cavab C variantıdır. 5-ci suala baxırıq. Perimetri 40 sm olan kvadratın daxilinə çevrə çəkilib. Çevrənin radiusunu tapın. Kvadratın 4 dənə bərabər tərəfi var. Perimetri bütün tərəflərin cəmidir. Əvvəlcə 40-ı 4 yerə bölürəm. Bu edəcək 10. Yəni kvadratın bir tərəfi 10 sm-dir. Radius nədir? Radius mərkəzdən çevrənin xəttinə qədər olan məsafədir. Yəni çevrənin özünə qədər. Bu da tərəfin yarısına bərabər olacaq. Daha dəqiq səsləndirim. Diametrin yarısı. Diametr çevrənin xaricinə çəkilmiş kvadratın tərəfindən eyni olur. Yəni diametr 10-dursa radius da olacaq 5. Düzgün cavabımız A variantı olur. Bunu düstur şəklində də yadda saxlaya bilərsiniz. Ümumi olaraq perimetri 8 yerə böləndə çevrənin radiusunu tapırsınız. Yəni söhbət kvadratın daxilinə çevrə çəkilibsə bu situasiyadan gedir. Amma əzbərləməyə ehtiyac yoxdur. Əyani formada göstərdiyim kimi də yaza bilərsiniz. Belə dəyərli dostlar, bununla da izahımız yekunlaşır. Əgər videomuzu bəyənməmisinizsə, zəhmət olmasa videonu bəyənirsiniz ki, biz də daha çox videolar vasitəsilə sizlərə yaxından yardım edək. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Bir sonraki izahlarda görüşərik. Hələlik.